Salam əziz müəllimlər və şagirdlər. Mən Günel Əliyeva. Bu dəfə də sizə ədəbiyyatdan video təqdim edirəm. Bu dəfə Ana Maral əfsanəsinin qısa məzmununu və təhlilini sizin nəzərinizə çatdıracağam. Bir də Xan Sarayı. Başlayaq vaxt itirmədən. Deməli, başladıq. Kənddə məşhur ovçu kimi tanınan Nurəli kişi. Adı qeyd edirsiniz, Nurəli kişi. Qələmim yazmır. Deməli, Nurəli kişi meşədən çox pərişan qayıdır. Arvadı Fatimə, Nurəli kişinin arvadı kim idi? Fatimə, bax adları mütləq qeyd edin. Oğlu Bəhruz onu qarşılamağa çıxırlar. Deməli, Nurəli kişi meşədən çox pərişan qayıdır. Arvadı Fatimə, oğlu Bəhruz onu qarşılamağa çıxırlar. Bax, mən oxuduqca göz önünə gətirin. Düşünün, elə bil ki, Nurəli kişi pərişan halda qayıdır, özü məşhur bir ovçudur. Və onu qarşılayan arvadı Fatimə, bir də oğlu Bəhruzdur. Ovçu fikirli görünürdü. Yoldaşı irəli yeriyib tüfəngi ondan götürmək istəyir, amma Nurəli kişi mane olur. Evin arxasına keçib tüfəngi daşa vurur. Sonra üzünü oğlu Bəhruza tutub bildirir ki, bugündən sonra onun qazancı ilə dolanmalı olacaqlar. Sonra əlavə edir ki, oğlu çörəyi tüfəngdən yox, torpaqdan qazanmalıdır. Bəhruz bu qərarın səbəbi ilə maraqlanır. Nurəli kişi 60 ildir ovçuluq etdiyini bildirir. Bu vaxta kimi bir çox heyvanlara güllə atmışdı. Hamı bilir ki, o bunu kefinə görə yox, ailəsini saxlamaq üçün etmişdi. Bu 60 ildə meşə onu əliboş qaytarmayıb. Bugün isə nə isə. Bugün isə bir başqa hadisə baş verir. Fatimə səbirsizlik edib nə baş verdiyini soruşur. Nurəli kişi başına gələnləri danışır. Bir bəbir ana maralı qova-qova onun üstünə gətiribmiş. Ovçu bəbirə güllə atır, bundan sonra özü maral vurmaq istəyir. Nə etsə də maral vura bilmir. Amma hiss edir ki, maral eyni səmtə can atır. Başa düşür ki, maralın balaları var və özünü onların yanına çatdırmaq istəyir. Amma maralı təqibdən əl çəkmir də, yəni onu izləməkdən. Hər ikisi yorulur. Axırda ovçu maralı çıxılmaz bir qayalığa salır. Yaxına gələndə maralın yenə eyni səmtə baxdığını görür. O tüfəngi qaldırır, maral yanıqlı mələrti ilə ona yalvarır. Nurəli kişi yenə tüfəngi endirmir, bu dəfə möcüzə baş verir. Maralın deməli, soyuq daşlara fışqıran isti südü ovçunun gözlərini tutur. Nurəli kişi peşman olur. Tüfəngi çiyninə qoyub marala yol göstərir. Maral onu başa düşür, amma gözlərindən təlaş çəkilmir. O, xallı bəbirdən qorxurdu. Doğrudan da bəbir birdən sıçrayıb maralı yıxır. Ovçu tüfəngiyə çəkib atəş açır. Bəbir yerə yıxılır. Bundan sonra maralı balalarının yanına kimi aparan ovçu evə qayıdır. Bu hadisədən sonra isə ovçuluq etməməyə qərar verir. Fatimə ərinə təsəlli verdi. Ay kişi, sən ki ən böyük xeyirxahlıq eləmsən, niyə qəm dəryasına batırsan? Nurəli kişi bu vaxta kimi etdiyi ovlara görə narahat olduğunu deyir. Bir müddət sonra Nurəli kişi fikirdən xəstəliyə düşür. Nə qədər çarə etsələr də xeyri olmur. Oğlu Bəhruz məşhur bir həkimin sorağını alır. Çətinliklə də olsa onu tapıb gətirir. Həkim yoxladıqdan sonra deyir: Ay bala, heç bilmirəm necə deyim. Xəstənin dərmanı əlacısız yerdədir. O bir kasa maral qatığı içsə, anadan gəlmə olar. Yəni, həqiqətən də çox insanın tükürpədici deyirlər. İnsanın tükürpənir, yəni çox təsirlidir bu yeri. Həkimə deyirlər ki, heç maralın südünü tapmaq olmur. O ki, qaldı qatıq. Həkim başqa çarə olmadığını deyərək gedir. Xəstənin vəziyyəti daha da ağırlaşmışdı. Yoldaşı və oğlu onun yanından çəkilmirdilər. Bir gün xəstə birdən gözlərini açaraq deyir: Arvad, qab götür eşiyə çıx, maral mənə süd gətirib. Fatimə elə bilir ki, xəstənin vəziyyəti ağırlaşıb. Nə dediyini bilmir. Amma hər ehtimala qarşı sərnis götürüb bayıra çıxır. O, təəccübdən donub qalır. İribuynuzlu qumralanan maral astanada dayanmışdı. Onun yelinindən süd axırdı. Fatimə tez sərnici doldurur, qadın ah çəkərək deyir: Həkim qatıq demişdi, ay maral, sən süd verirsən. Fatimə getmək istəyəndə maral ona mane olur. Südün içinə hər gözündən bir damla yaş salır. Süd o saat qatığa çevrilir. Fatimə maralın üzünü gözünü tumarlayıb yola saldı.
Həqiqətən də çox təsirlidir. İndi təhlilini oxuyun buradakı, sonra özüm təhlil etməmiş olduğu kimi. İnsan təbiət münasibətlərinə həsr olunmuş Ana Maral əfsanəsi bir sıra vacib məsələlərə toxunması ilə səciyyələnən şifahi xalq ədəbiyyatı nümunəsidir. 60 illik ovçuluq etmiş Nurəli kişinin öz məşğuliyyətindən əl çəkməsi onun işinə vicdanla yanaşmasından xəbər verir. Nəzərə almaq lazımdır ki, Nurəli kişi bir sıra səhvlərlə yadda qalır. O eyni səmtə baxan Maralın balaları olduğunu başa düşsə də nəzərə almır. Maralın yalvarış dolu mələrtisi də onu fikrindən döndərmir. Bu səhvləri ona vicdan əzabı çəkdirir. Maralı bəbirdən qoruması, illər boyu ən yaxın əşyası olan tüfəngi sındırması, sənətindən əl çəkməsi də onun yükünü azaltmır. Yaşadıqlarını unuda bilməyən ovçu ağır xəstələnir. Nurəli kişinin oğlu Bəhroza üst tutaraq ovçuluqdan yox, torpaqdan çörək qazanmaq lazım gəldiyin deməsində də bir sıra mətləblər gizlidir. Yaddan çıxarmaq olmaz ki, əkinçilik ta qədimlərdən bəri insanlar arasında ən qədim məşğuliyyətlərdən olmuşdur. Əfsanə yaradıcıları bu fikirlə gənclərin diqqətini torpağın bərəkətinə yönəldirlər. Əfsanə nikbin ruhla tamamlanır. Ana Maral onu qorumuş balalarına qovuşmasına səbəb olmuş Nurəli kişinin dərdinin yeganə əlacını gətirməklə yaxşılığın itmədiyini göstərir. Həqiqətən də çox təsirlidir. Yəni doğrudan da yaxşılıq itmir. Yəni biz bunu buradayam. Dərs oxuyuram, hə? Dərs oxuyuram. Doğrudan da yəni çox təsirlidir Ana Maral əfsanəsi. Nurəli kişi ovçuluqdan imtina etdi bu gördüyü səhnənin, mənzərənin qarşısında aciz qaldıqdan, təsirləndikdən sonra və ondan sonra artıq fikir etdi, o qədər fikir etdi ki, xəstəliyə düşdü və xəstəliyə düçar yaxşı. Xəstəliyə düçar olan Nurəli kişinin dərdinin dərmanı sən demə Maraldaymış. O da etdiyi yaxşılığın cavabı olaraq Maral gəlir, onun qarşısına çıxır, evinə gəlir və süd gətirir. Onun ovçunun arvadı, yoldaşı, həyat yoldaşı deyir ki, əslində həkim qatıq demişdi. O da gözünün yaşını axıdır və süd qatığa çevrilir. Çox təsirlidir. Əslində düşünürəm ki, həyatda yəni belə hadisələr var, az deyil. Çox da deyil, amma az da deyil. Yəni insanların, mən o keçən dəfə videolarımın birində dedim, yaxşılıq, düzdür, biz çox hallarda görürük ki, yaxşılığın əvəzin pisliklə verirlər, amma ilahi ədalət deyir, sonluqda həmişə yaxşılıq qalib gəlir. Yaxşılar elə yaxşılıqla da mükafatlandırılır. Bu bir gün olur mütləq. Bax, bunu da həmin bu Ana Maralda görürük. Nihat da qonaq bura, Nihat bura bax. Mən burada Ana Maral əfsanəsindən danışdım. Maral görmüsən, Maral? Hə, Maral görmüsən. Maral görmüsən, hə. Yəni çox maraqlıdır həqiqətən də. Növbəti videoda isə Xan Sarayından danışacağam. Hələlik. Bu sənindir.